Pəncəli şəhid olduqdan sonra, düzdür, bura çox qonaqlar gəlirdi Pəncəlinin ziyarətinə. 4-5 maşın adam gəldi bura. Yağış da narın yağırdı. Hamı düşdü maşından, keçdilər evə. Bir qadın maşından düşmədi. Gedim bu maşına yaxınlaşdım, dedim bacım, siz də düşün maşından, yağış yağır, keçək evə. Gördüm bu qadın elə hönkür ağlayır, onun gözlərindən yaş elə bir sel kimi axır iki gözündən. Dedim bacım nə olub, siz də düşün, keçək evə. Bacım maşından düşəndə daha başıma yox, bu mənim iki ayaqlarıma qapandı, mənim ayaqlarımı öpdü, başıma qədər öpdü məni. Pəncəlinin hərbi forması var idi, paradni forması. Bir də o şəhid olduqdan sonra onun sarı patinqaları var idi. O patinqaların altında palçıq da var idi. Bu qapıdan girəndə düz o paltarlara doğru getdi. O paltarları belə qucaqladı, öpdü onları. Ağlayır, mən də qalmışam onun yanında, ona baxıram. Görürəm bu necə ağlayır. Sonra çevirdi öz qabağını bu ayaqqabılara tərəf, ayaqqabılarını götürdü. Düzdür, mən də anayam. Pəncəlinin ayaqqabılarını da öpmüşəm, paltarını da öpmüşəm. Amma bu insan bu ayaqqabılarını götürdü, bu patinqalarla, daha onun üstünü yox. Bunları belə çevirdi, onların dabanını belə öpdü. Hamı xörək yeyir, çay içir. Amma bu qadın nə xörək yedi, nə də hərdən birdən bir qurtum çay içir, elə də ağlayır. Salfetkalar hamı yaş onun yanında. İstədim onları götürüm onun yanından. Dedi ana, onları hara aparırsan? Dedim bacım atıram da. Dedi yox ana, onları atma yine. Mən pəncəli üçün yaş tökmüşəm. Mən bunları özümlə apararam. Onları götürdü, saldı sumkasına. Saldı sumkasına, daha heç nə demədi. Gəl, oturanlar hamı söhbət eləyir, bu isə danışmır, dinmir, heç nə. Elə ağlayır. Hamı durdu, çıxdılar, yəni indi yola düşürlər, gedirlər. Mən də onlarla həyata çıxdım, gəldim, onlar hamı maşına oturdu. Bu qadın maşının yanında belə qaldı, üzümə baxdı. Dedi ana, dedim nədir bacım? Dedi ana, bir vaxt olub, snayper gülləsi mənim saçlarımın hamısını biçmişdi. Bu qədər söz mənə dedi, oturdu maşına, onlar yola düşüb getdilər. 2 il aradan keçdikdən sonra uşaqlar Beyləqana getmişdilər Qaz 66-nın təkəri üçün. Orada bir kişi uşaqlar üçün danışmışdı. Siz bilirsiniz sizin qardaşınız nələr eləyib. Onlar demişdilər, biz öz qardaşımız haqqında heç nə bilmirik. Çünki o bizə heç bir sir verməyib. Heç nə deməyib bizə. O danışmışdı, demişdi ki, sizin qardaşınız 92-ci ilin əsirini gətirib Ağdam tərəfindədir o insan. Gətirib Azərbaycana. Uşaqlar deyiblər, bu necə ola bilər, necə gətirib? Onlar 12 nəfər olublar, keçmək istəyirlər o tərəfə. Onlardan 3'ü keçib, qalanı keçə bilməyib. Bunlara zəng eliblər, siz qayıdın, düşmən sizi görür. Bu 3 nəfər keçib o tərəfə. Bunlar qayıda bilmirlər. Qalanı qayıdır. Onlar ki, gedirlər, bir qəbristanlıqda gizlənirlər. Qəbristanlıqda gizlənirlər. Axşam çağı olur, görürlər, çox pis vəziyyətə bir nəfər gəlir, bir məzarın başında ağlayır, nalə eləyir, ağlayır. Qulaq asırlar, görürlər, bu Azərbaycan dilində danışır, ağlayır. Pəncəli deyir komanderinə, deyir ki, komandir, o Azəridir. Mən gedib onu gətirirəm. Deyir, yox, onu qəsdən göndəriblər, bizi tutmaq üçün, bizi tutarlar. Onlar 3 gün orada gizlənirlər. Bu 3 günü həmən insan, həmən məzarın başına hər gün gəlir. Hər gün gəlir, ağlayır, nalə edir. 3-cü gün Pəncəli tabe olmur. Gedir, onun ağzını tutur, gətirir. Harada gizləniblər, gətirir ora.
Bundan soruşurlar, sən kimsən, nəçisən, Azərbaycanca danışırsan, kim ola bilərsən? O deyir ki, bəs 92-ci ildə ermənilər nə qədər əsir tutdular, gətirdilər bizi bura. Burada bütün Azərbaycanlıları diri-diri doğradılar. Onların başına nə oyun gətirdilər, o yaxında o məzarın başına gəlib ağlayıram. O da onun yaxını olub, ya oğlu olub, ya bilmirəm qardaşı olub. Bunu deyə bilmərəm. Deyir ki, mən hər gecə axşam çağı gəlib bu məzarın başında belə ağlayıram. Bunu deyirlər, bəs necə olub səni öldürməyiblər, sən sağ qalmısan? Deyir, məni öldürsəydilər, mənim canım qurtarardı. Yaxında ferma olur. Deyir, o fermanı görürsünüz, o fermada məni qul kimi işlədirlər, olmazın işgəncəni də mənə verirlər. Neçə dəfə ölümcül vəziyyətə düşmüşəm, Allah mənim canımı almayıb. Pəncəli komanderinə deyir ki, bu Azərbaycanlıdır, mən bunu Azərbaycana aparacağım. Komanderi deyir, ola bilməz. Bu, bizi tutarlar. Deyir, istəyirsiniz siz gedib, mən bu insanı Azərbaycana apararım. Kişi demişdi ki, həmən insan gəlib sizə. Həmən arvad sizə gəlib. Amma o özü də deyə bilməz bunu. Amma siz bilməmisiniz, o özü də deyə bilməz.